Güclü əsən külək Yevlaxda da fəsadlar törədib. Bəzi obyektlərin dam örtükləri küləyin təsirindən yerindən qopub, elektrik dirəkləri aşıb. İyun ayının 3-ü axşam saatlarından etibarən Respublikanın ayrı-ayrı rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti bir çox fəsadlara yol açıb. Güclü küləklə müşayiət olunan yağışlı hava Yevlaxdan da yan ötməyib. Külək Yevlax mərkəzi bazarının arxa hissəsində, Füzuli küçəsindəki tikilinin dəmirdən olan dam örtüyünü uçuraraq yararsız vəziyyətə salıb və yaxından keçən elektrik xəttini qırıb. Ərazidə avtomobillərin hərəkətinə maneə törədib. Nizami küçəsi 19 ünvanında yerləşən qapı pəncərə sexinin dam örtüyünü isə külək bir neçə metr uzaq məsafəyə atıb. Güclü külək həmin küçədə aprel ayından istismara verilən qaz xəttinə də ciddi ziyan vurub. Şəhər qaz istismarı sahəsinin əməkdaşları meydana çıxan problemləri həll etmək üçün ərazidə işlərini davam etdirirlər. Şəhərdəki bəzi elektrik dirəkləri aşıb, naqillər isə qırılıb. Yevlax şəhər Fövqəladə Hallar Komissiyasının sədri Qənimət Qaraşov televiziyamıza verdiyi məlumatda qeyri-sabit hava şəraiti nəticəsində rayona dəyən ziyanın fəsadlarını aradan qaldırılması istiqamətində işlərin görüldüyünü bildirib. Şahin Qurbanzadə, Ramin Ələskərov, LTV Yevlax.